Yox, həkimlər də xəstələnirlər. Axır xəstəliklərin etiopatogenezi o qədər mürəkkəbdir ki, hər şeydən qorunmaq mümkün deyil. Həkim də bir insandır, o da xəstələnə bilir. Əslində baxanda cərrahların ömrü orta hesabla digər peşə sahiblərindən hətta azdır. Bu da ki, həyat boyu aldıqları stres faktoru bir çox xəstəliklərə yol açır. Həkim xəstə ola bilməz anlayışını biz qəbul etmirik. O da bir insandır. O da xəstələnə bilir. Profilaktik olaraq hansısa tədbirlər görüb bunun qarşısını ala bilirsə, əlbəttə həkim buna çalışmalıdır ki, özü sağlam olsun. Çünki məşhur bir ifadə var, sağlam bədəndə sağlam ruh olar. Həmişə fiziki sağlamlığını həkim qorumalıdır və başqalarına bir nümunə olmalıdır. Ancaq bəzən görürsən ki, bütün hallarda bunu əldə etmək mümkün olur.